Hansı cümlədə xitab işlənmişdir? Necədir Nərmin? Xoşuna gəldi. Cavab? Nümunədəki kitablar C variantı. Hansı? Birdən. Hansı cümlədə xitab söz birləşməsi ilə ifadə olunmuşdur? Hansında? Ağıllı balam dərslərini yaxşı oxu. D variantı. Ağıllı balam söz birləşməsindən ifadə olunubdur. Oğlum, ayana, Azər sözləri isə bu ayananı götürməyik. Bax, diqqətli olun. Burada söz birləşməsi deyil. Ayana, bacım sən. Sonra hansı cümlədə həm sözlə, həm də söz birləşməsi ilə ifadə olunur? Şirin balam, Allah səni qorusun. Körpəm, şirin balam. Körpəm, şirin balam. Həm sözün, həm söz birləşməsi. Nümunədəki kitab haqqında doğru fikir hansıdır? Sən ey ana vətən, ey ana torpaq, sən ey sarı bülbül, ey yaşıl torpaq. Nümunədəki kitablar söz birləşməsi ilə ifadə olunmuşdur. Doğrudur. Oxu Raziyə. Hansı cümlədə xitab Necə qeyrək qorsan, B variantı deyil. Bəli. 4-də B idi. Hansı cümlədə xitab cümlənin sonunda işlənmişdir? Burada hər şey yaxşıdır, əziz anam. Bəli. Burada xitab hansı sözdür? Söz birləşməsi. Əziz anam. Əziz anam. Normal. Nümunədəki xitab hansı sıxırma uyğun gəlir? B variantı sifət ismi. Suyuna, torpağına qurban olun. Doğma torpaq. Doğma sözü sifətdir. Torpaq sözü isimdir. B variantı. Davam edək. Baxaq məsum. Hansı cümlədə xitab yoxdur? Qazan xan ova çıxmaq vaxtıdır. Niyə? Qazan xan ova çıxmaq vaxtıdır. Müraciət yoxdur. Qazan xan Var. müraciət. Təzə söhbətə başlamışdım ki, anam və qardaşım gəldi. Burada müraciət bildirən heç bir söz yoxdur. Cavan oğlan, bahar, qazan xan, bunlar müraciət bildirən sözlər cümlələrdə. 8. Oxu. Mən Oxu. diaqrama əsasən sual işarələri yerinə uyğun gələn cümlə hansıdır? B yazmışam mən. Bəli. Hər ikisi üçün xitab və ədat üçün ortaq xüsusiyyət budur ki, hər ikisi cümlə üzvü ola bilmirlər. Suala cavab verməli olunur. Hansı cümlədə durğu işarəsi yerinə qoyulmamışdır? Niyə susursan Səmra? Bəli. Davam edək. Oxu Razi. Hansı cümlədə altından xətt çəkilmişdir, ancaq kitab kimi başa düşmək olar, vergüllər buraxılmışdır. Cəmilə tez ananın əlindən tut. Bəli. Cəmilə tez ananın əlindən tut. Davam edək. Oxu. Hansı cümlədə xitab cansız əşya ilə ifadə olunmuşdur? Mən səhv yazmışam. Bizim ağıllı balamız B olacaqdır. B. Deyir ki, cansız əşya ilə ifadə olunmuşdur. Duman salamat qal, dağ salamat qal, duman, Mən dağ, salamat qal, dağ. Oxu. Razi oxu. Mən onu oxudum. Onun üçün oxu məsələn. Hansı cümlədə xitabın quruluca növü digərlərindən fərqlənir? Qalx ayağa Azərbaycan səninləyəm. Yazmışam amma B olmalıdır. B olmalıdır, əziz anam. Çünki Azərbaycan, yolçu, Əli, bunlar sadə xitablardır. Əziz anam isə mürəkkəb xitabdır.